Seksin digər faydaları. Cinsi əlaqə zamanı bədəndə fiziki aktivlik baş verir. Bu da qan dövranını stimullaşdırır. Endorfin, dopamin və oksitosin kimi xoşbəxtlik hormonlarının ifrazı artır. Bu hormonlar stresi azaldır və dolayı yolla arterial təzyiqin normallaşmasına kömək edə bilir. Cinsi aktivlik həmçinin immun sistemi gücləndirir, yuxunu yaxşılaşdırır və müəyyən dərəcədə ağrıkəsici təsir göstərir. Belə ki, cinsi əlaqə zamanı ifraz olunan endorfin və oksitosinlər ağrını azaltmaq xüsusiyyətinə malikdir. 2013-cü ildə Almaniyada aparılmış bir araşdırma göstərmişdir ki, cinsi əlaqə bəzi insanlarda miqren və gərginlik tipli baş ağrısını azalda bilir. Miqrenli xəstələrin 60%-ə qədəri cinsi əlaqədən sonra ağrıların azaldığını bildirmişlər. Unutmayaq ki, baş ağrısının səbəbləri müxtəlif ola bilər. Cinsi əlaqə yalnız stres və ya gərginliklə bağlı baş ağrılarında təsirlidir.